Şərqli çörəkdə Vaqifin kartoçkanı içində unutduğu kitab təsadüfi kitab deyildi. Gəlin sizə bu barədə danışım. Bura bax, Gena. Ver mən də sileyim. Əvəzində kitab verirəm, oxuyarsan. Bilirsən kim yazıb? Stevenson. Saqranın üstündür. Bilirsən nədir? Cəzirələr adası. Vaqif kartoçkalarını Stevensonun Dəfinələr adası kitabının içində unudur. Bu kitab Sovet vaxtında populyar olub deyə təsadüfi seçilibmiş kimi düşünə bilərsiniz. Ancaq kitabın məzmunu ilə Vaqifin başına gələnlər arasında oxşarlıq var. Dəfinələr adası kitabında Jim Hawkins adlı yeniyetmənin başına gələnlərdən bəhs olunur. Kitab özü macəra janrındadır və piratlar barədə hekayələrin populyarlaşmasında böyük rol oynayıb. Dəfinələr adasında danışılan hekayə yeniyetməlikdən yetkinliyə keçmə hekayəsidir. Şərqli çörəkdə də Vaqif uşaqlıqdan yetkinliyə keçməyi bacarır. O, öz ayaqları üstündə dayanır və çətinliklərə qalib gəlir. Sonda uşaqlığın uzaq düşməsinə aid mahnı da bunu təsdiqləyir. Bəs filmdəki həmin mahnını hansı müğənnimiz ifa edirdi?